İnsanlar aşık olanda, sevməyə başlayanda bir çəhrayı eynək geyinirlər gözlərinə, qüsurları görmək istəmirlər və yaxud da görmürlər. Və yaxud da ki, yəni üz-üzə gəlmək istəmirlər, o qüsurları gizlətmək istəyirlər. Buna görə də başlayırlar qarşısındakı insanların, yəni o aşiq olduqları insanların mənfi xüsusiyyətlərinə qəşəng donlar geyindirməyə. Belə deyək də, üstü bəzək, altı təzək misalı. Buna görə də diqqətli olaq. Əgər qarşınızdakı insanın həddindən çox yüngüldürsə, onun xasiyyəti sizə şəng gələ bilər. Çünki eynəyiniz çəhrayıdır, o qüsuru görmürsünüz. Və yaxud da ki, bu insan vulqar insandır, danışığında, geyimində siz buna cazibə donu geyindirirsiniz. Və yaxud da həyəcanlıdır, siz ona canlı donu geyindirirsiniz. Soyuqqanlı insandır, həddindən çox deyirsiniz intellektualdır. Ağılsızdır, spontandır, istədiyi qərarı verə bilər. Siz buna cəsarətli deyirsiniz, siz buna yəni qorxusuz deyirsiniz və yaxud da soyuqdur, buna obyektiv deyirsiniz, sərt insandır, həddindən çox dayanıqlı deyirsiniz və s. impulsivdir, yəni ki, anidən o çıttaqoz deyirlər də, el arasında çıttaqozdur. Siz buna yəni başqa don geyindirirsiniz, belə deyim də. Sanki bunun xüsusiyyəti belədir, spontan insandır, anidən qərar verir, hərəkət edir və s. kimi. Bu cür belə qəşəng donlar geyindirməyə başlayırsınız, güllü donlar geyindirməyə başlayırsınız və bir müddətdən sonra bu insanla yaşadıqdan sonra, onunla münasibətdən bir müddət sonra keçdikdən sonra sizin gözünüzdəki o çəhrayı eynək yavaş-yavaş düşməyə başlayır və insanın əsl simasını görə bilirsiniz. Görürsünüz ki, məsələn, sizin əvvəl sizə şəng gələn insan yüngül insandır əslində. Yəni yerini bilmir, oturuşunu bilmir, danışığını bilmir, impulsivdir, anidən qərarlar verir, ağılsız qərarlar verir. Çox vulqar insandır, dediyim kimi yerini bilmir, danışığını bilmir, sözünü bilmir və s. Həddindən çox həyəcanlıdır. Siz bunu əvvəl canlı kimi görürdünüz, amma görürsünüz ki, onun əməlli başlı həyəcan təşviş pozuntusu olan bir insanla evlisiniz və yaxud da münasibətdəsiniz və yaxud da çox sıxıcı insandır. Siz çox belə deyim də, ünsiyyətçilsiniz, siz çox şən bir insansınız, amma o çox sıxıcıdır və siz buna da intellektual donu geyindirmisiniz. Bir müddətdən sonra təbii ki, bu sizi sıxmağa başlayacaq və yaxud da soyuqqanlıdır, siz buna deyirsiniz ki, əslində o obyektivdir, hər şey obyektiv baxır, burada da o sizə sıxıcı gələcək, onun sərtliyi artıq belə deyim, dayanıqlıq kimi görsənmir, elə sərtlik kimi görsənir və yaxud da ağılsızlığını artıq cəsarətlə ona geyindirə bilmirsiniz və nə baş verir? Siz artıq ondan bezməyə başlayırsınız. Buna görə də bir münasibət əgər qurmaq istəyirsinizsə, bir yola çıxmaq istəyirsinizsə, aşiq olmusunuzsa, sevgini hələ ki bir kənarda saxlayın, aşağı bir mərtəbədə saxlayın. Deyin ki, əziz sevgi, sən gözlə, məntiqim hələ yuxarı qalxsın, baxsın, görsün, bu evə girmək olar yoxsa yox. Məntiqlə hər şeyi ölçüb biçəndən sonra onun bütün xüsusiyyətlərinə əsl gözlə baxdıqdan sonra artıq sevgini dəvət eləyə bilərsiniz ki, sağlam və xoşbəxt olasınız.